Hər kəsə salam. Bu günləri MİQ-ə hazırlaşan müəllimlərin, abituriyentlərin ünvanladığı artıq qalma məsələsinə baxacağıq. Reaksiya zamanı hansı maddədən artıq qalıb, hansı tamamilə sərf olunub, bunu anlayaraq asanlıqla həll edəcəyik. Sizə belə bir sual verim. 1 stəkan un, 1 vedrə su. Hansına görə xəmir yoğurarsınız? Ona görə xəmir yoğurarsınız da, düzdürmü? Suya görə xəmir yoğursanız, 1 vedrə suyun içərisinə unu töksəz, orada un qarışıq su olacaq. Xəmir yoğurmuş olmayacaqsınız. Amma ona görə xəmir yoğursanız, una uyğun biraz su götürəcəksiniz, xəmiri yoğurmuş olacaqsınız. Un tamamilə sərf olunacaq. Sudan isə unun götürdüyü qədər istifadə edəcəksiniz, qalanı artıq qalacaq. Reaksiyalarda da belədir. Hansı ki azdır, tamamilə reaksiyada sərf olunur. Hansı ki çoxdur, o aza görə lazım olduğu qədər götürülür. Yəni hansı nisbət lazımdır, o nisbət götürülür, qalanı artıq qalır. Unla su ilə yadda saxlasanız, bu cür sualları asanlıqla həll edəcəksiniz.